Dostunuzda bunların hansı yoxdur? A. Oğlanlıq. B. Vicdan. C. Sigaret. D. Pul. Əslində bunların heç biri yoxdur. Amma birini seçməliyəm deyə qalmışam variant arasında. Oğlanlıq var idi yoxsa? Oğlanlıq. Vicdan. Ayrı, buna aid deyil axı, bunların dostun əlaqəsi yoxdur. Sigaret. Sigareti olur. Mışdı, yəni bizdən almağına baxma, həmişə cibində sigareti olur. Amma oğlanlıq da arada gəlir gedir, vicdan da arada olur. Məncə puldur, çünki pul olsa bizlə fıllanmazdı. Pul olsa bizlə fıllanmaz. Məncə elə bu pul variantıdır. Bu variantı seçək. D variantı. Bəli, bu variant. Bəli, bilirdim ki bu variantdır. Hiss eləmişdim. Təbriklər Zaman bəy. Siz bizdən pul qoymaq üçün cırıq tursik qazandınız. Cırıq tursik. Uşaq vaxtı toy yerindəyik. Mən də balaca uşağam. Məsələn, uşaqda da mən sakit uşaq idim də. Harda qoyurdular belə sakit büzüşüb otururdum zibil torbası kimi. Biz də bəy tərəfdənik. Nəysə axşam toy qutarıb dağılışıblar. Mənə də həmişəki kimi qoyurlar bir yerdə sakit belə yazıq oturmuşam. Nəysə toy qutarıb biri ora gedir, biri bura gəlir, axşam vaxtlarıdır. Mən də oturmuşam belə sakit. Bir də gördüm tatap. Qapı açıldı. Bir dənə arvad əlində qanlı əski oynaya girdi içəri. İndiki yaşım olsa mən də ona qoşulub belə oynayacaq bir yerdə. Amma uşağam. Mən də qorxudan gözlərim belə bərəlib qalıb buna baxıram belə bu vəziyyətdə. Arvad da üstümə gəlir. Mən də bir start götürmüşəm ki qorxudan altıma sıçın. Arvad biraz da yaxınlaşdı mənə. Gəldi ki hazır vəziyyətə gəldi qabağımdan döndü getdi. Belə alaqaranlıq otaq qəribə. Bir 4-5 dənə də arvad Afrika qəbilələri kimi qoşuldu buna. Oynaya çıxdılar, qanlı əskin üstündə getdilər. Mən də uşaq ağlı qalmışam belə qorxudan, sapsarı rəngim. Fikirləşirəm ki, görəsən bəyi orada tikə doğradılar, öldürdülər, neynədilər, adamın ağlına min cür fikir keçir. Zaten uşaqlıqda ümumiyyətlə nit qusurumda da problem vardı. O hadisədən sonra mən bir həftə qorxudan danışa bilmədim. Yencə söhbətini deyirəm də, yəni hamımızın bildiyi, mən bəzi yerlər dua adət qalıb yoxsa yox, yencə mövzusu.